Görün bu deməli bu ermənidir. Bu da Azərbaycanı aşağılamaqla məşğuldur. Hamısı gündə bir nəfər çıxır. 90-cı illərdə Xalq Cəbhəsi soyqırım törətdi. Nə Rusa qarşı, nə ona qarşı, buna qarşı, erməniyə qarşı belə yalanları uydururlar. Bu alçağa, bu Petrov xoruzuna, Petrov xoruzlarıdır da, Petrov heyvanlarıdır. Pyotr bunlara ad qoyubdu ki, a qardaş 90-cı ilin bir dənə mənbə göstərginə, bir dənə tarixi bir hadisə göstərginə ki, orada nəsə bir dənə Rusun burnu qanıyıbdı. Həm Yahudinin burnu qanıyıb, erməninin burnu qanıyıb. Alçaqlar, bu satqınlar bu hardan, özü də nələr desələr yaxşıdır. Oturublar gör nə danışırlar deməli. Biz ermənilər bax bu deməli erməni Georgi Vanyandır. Georgi Vanyan nədirsə yaxşıdır. Bunu indi deyəcəklər türkdür. Bu deyir ki, Azərbaycanda biz türklərə qarşı soyqırım törətdik. Biz ermənilər türklərin başını kəsmişik Xocalada. Bunu Georgi Vanyan deyir. Bu bir erməni deyil də etiraf edir. Yəni bütün dünyada ermənilər hamısı etiraf edirlər ki, soyqırımı biz törətmişik. Türklərin başını biz kəsmişik. Bax bu Vanyan deyir. Georgi Vanyan. İndi baxın görün, bu beləki bu erməniləri haylar, deməli nə danışsa yaxşıdır. Deyirlər ki, biz Bakının neft sənayesini qaldırmışıq. Deməli 1890-dan danışırlar. 1840-da Bakıda nöbətü bizimkilər çıxardırdı birinci. Sonra gəliblər, İngilis gəlibdi, Nobel qardaşlar gəlib. Sonra bu alçaqlar, baxın, tanıdınız? Erməni qaraçıları, xoruzlar, tanıdınız özünüzü? Bax bu haylar 1905'ti, 1890, 1920'də bunlar İrəvanda bunları görüblər belə, bizim nənəmiz dedi, bunlar nə dildə danışırlar, nənələr deyir ki, nədir o, iyilənirlər. 20-ci ildə bunları hamama itələyirdi Azərbaycanlılar. Bu erməni, bu hay, deyir ki, biz Bakıda neft sənayesini qaldırmışıq. Нефтепромышленность, значит, мы подняли, bu deyir. Bunlarla bir yerdə gülər. Hələ baxın. Bu, gəlib Bakıda süpürgəçiliklə məşğuldur, ruslardır. Bu rus süpürgəçiləri hansı ki Bakıda təmizliyə öyrədirdilər. Təmizliyi öyrədirdilər. Təmizlik nədir? Kimin? Bilənirsiniz. Təmizliyi. Bunlar da ki, bu qaraçılar Hindistan, Bangladeş, yəni özləri etiraf edir. Biz Bangladeşdənik. İrəvanda Bangladeş posyolkası var. Mən soruşmuşam, niyə Bangladeşdir, niyə Maqadan deyil, niyə Mazambik deyil, məsəl üçün də Bangladeş. Dədə babamız oradandır. İndi demirlər. İndi bunlar gəlib deyir, Bakını biz qaldırmışıq. Bu yetimçələr, xoruzlar, iylənmiş, bu qədim özünü sivil xalqı bilən adamdır, özünü dünyaya göstərir. Bilirsiniz bunları niyə indi qaldırırlar? Türk var. Türk məhv olunca bunları qaldıracaqlar. Türk məhv olsa bunlar olmayacaq, yox eləyəcəklər. Satqın, iylənmiş, mundar millət kimi bütün dünya tanıyır. Bax bu qaraçı haylarda hansı ki, yaxşı baxın, gəlib deyir, Bakını biz qaldırmışıq. Bunları bu, deməli, tovlada işləyirdilər, извозчики, конечно, работали. Потом их подняли. Azərbaycanlılar, türklər götürüb qoyublar da, nöbət veriblər, yazı işi veriblər,
idarədə işləyin. Qoyublar da işləyin, deyirlər yazıqlar, işlə. Bunlar da işləyib qudurublar, deyirlər ki, Türkün ağlı yoxdur, biz iş yaparıq. Görün. Atatürkə deyir tuman tikmişəm. Nə bilim Atatürkün naskisini geydirmişəm. Bəli, Atatürkün tumanını geydirirmişsə, naskisini bilirsiniz nəyə görə? Sabah başını kəssin. Başa düşdünüz? Bunlar ən alçaq işləri görür, arvadlarını ki göndərirlər, gedin, qızlarını görün, gedin onun qucağında yatın. Kim gəldi, yatın qucağında. Nəyə görə? Ki, sabah sizi məhv eləsinlər. Və bəşəriyyətin o nəslini erməniləşdirmək üçün bütün arvadları bax o işlə məşğuldur ki, dünyanı bəşəriyyətə zərər vursunlar, genlərə. Başa düşürsünüz, ay Türk. Bu adam deyir Atatürkə kostyum, tuman, maski tikmişik, giydirmişik ki, nəyə görə? Ki, Atatürkü sabah başını kəssinlər. Ona görə Türklər, gördünüz? Bax, ona görə erməni ki, deyəndə ki, biz bina tikirik, biz nə bilim alfabet yazırıq, nə bilim nə zibil eləyirik, onu eləyirdilər ki, yəni Türk qoyubdu işləginən də. İndi burada nə var? O da götürüb işləyirmiş ki, sabah sizə zərər vursun. Yəni bizə zərər vursun Türklərə. Bax, bu məqsəd buydu, bu qaraçıların. Bu qədər.